Gəldik, çatdıq növbəti məqama. Görürsünüz, Əli əleyhissalamın mübarək Ramazan ayının 19-cu gecəsi gəlir Şufa məscidinə və burada sübh namazı qılır. Sübh namazını qılır ikinci rükətin ikinci səcdəsində. Baba bu həmən bu yerdə idi ki, İbn Mülcəm və onun yanında olanlar yatmışdılar. Əli əleyhissalam gəlir, oyadır onları və Həzrət Əli əleyhissalam burada sübh namazını qılır və ikinci rükətin ikinci səcdəsində mübarək başına qılınc zərbəsi endirilir və Əli əleyhissalam burada buyurur: And olsun Kəbənin Rəbbinə, mən nicat tapdım, mən qurtuldum. Əli əleyhissalam burada zərbətlənir və Həzrət İmam Həsən, İmam Hüseyin əleyhissalam tərəfindən aparılır evinə və mübarək Ramazan ayının 23-cü gecəsi ağa dünyadan ayrılır. Allah Əli əleyhissalamın qatilinə əbədən lənət eləsin. Amin. Allah lənət Peyğəmbər eləsin. salavatullah bir gün Şabaniyyə xutbəsində sonlarında buyurur ki, mən Əliyə baxıram, gözlərim dolur. Soruşurlar niyə? Əli əleyhissalamın mübarək saqqalında qan görürəm və onu dünyanın ən bədbəxt insanı öldürəcək. Dünyanın ən bədbəxt insanı öldürəcək. Elə də olur. Əli əleyhissalamın şəhadəti bu cürlə Peyğəmbərin dediyi kimi baş tutur. Allah bizi Əli əleyhissalamdan ayrı salmasın.